Heydər bəy, absurd bilirsiniz nədədir? İsraili ilk tanıyan dövlətlərdən biri İrandır. Pəhləvi rejimində əlbəttə ki, ərəblərin acığına həmən ki o vaxtda 47-də sonra 49-da Fələstin torpaqlarının bölüşdürülməsi məsələsində İsrail dövlətinə 50% ayrıldı, 49% Fələstinə, 1% də Qüdsün ərazisində, yəni hər iki ölkə istifadə edə bilər. Şərq və Qərbi Qüds məsələləri ortaya qoyuldu. O zaman İsrailin, Yəhudilərin sayı Fələstinlərdən çox idi. Elə indi elədir. Həmən bu Fələstin deyilən, əslində İsrail adında orada dövlət olmayıb da, yəni son zamanlarda olmayıb. 1923-cü ildə Osmanlı gedəndən sonra, yəni Osmanlı Türkiyə Cumhuriyyətinə çevriləndən, Allah rəhmət eləsin, Atatürk'ün sayəsində respublika olandan sonra İsrailin, yəni bugünkü Fələstin idarə edilməsi Fələstin ümumi adıdır. Həmişə Fələstin adlanıb. Bunlar əmüşağıdırlar. Əmüşağı deyirlər, bir atanın övladlarıdır, İbrahimin övladlarıdır, iki qadından olan övladlarıdır. Qardaşdılar. Yəni Semit qrupudular, qardaşdılar, yəni birbaşa. Ona görə Fələstinliləri ərəb dünyasında heç kəs qəbul etmir. Heç kəs qəbul etmir. Heç bir ərəb dövləti Fələstinlilərə nə oturum vermir, nə sığınacaq vermir. Ümumi çağırışlar olur. Adın qoyurlar müsəlman həmrəyliyi. Və biz də deyirik ki, əgər belə bu müsəlman həmrəyliyi var idisə, Azərbaycan 30 il əraziləri işğal altında idi. Və niyə biz görmədik bu müsəlman həmrəyliyini İran tərəfdən, o cümlədən ərəb dünyasından, o cümlədən Fələstindən? Fələstinin liderləri ayrı-ayrı zamanlarda Qarabağın Ermənistan olduğunu bildiriblər. Bayrağını qaldırıblar. Yəni olub. Həmin o, bilirsiniz, yəni o gülünc, Ermənistanın o bəzədilmiş şahmat, nə bilim, taxtasına oxşayan bəzəkli o Qarabağ bayrağıdır. Təbii ki, Fələstində qaldırılıb. Bunlar faktlardır, bunlar tarixi faktlardır. Ərəb dünyası ilə, o cümlədən Fələstinlə ümumiyyətlə terrora meyilli ölkələrlə Ermənistanın Rusiya kimi həmişə dostluğu olub. Qınçakında, Asalanın da bazaları olub Fələstin ərazisində. Bunlar belədir. 60-cı, 70-ci illərdə türk diplomatlarını öldürənlər, ermənilər hamısı həmin ərazilərdə hazırlanırdı. Yəni bunlar tarixi faktlardır. Bunlardan qaçmaq olmaz. Çox təəssüf olsun ki, bunu bu günləri Türkiyə mediası, Türkiyə ictimaiyyəti, yaxud Türkiyə elitası, həm siyasi, həm nə bilim, elmi elitası, mən deyərdim, akademik elita bunları nədənsə yadına salmaq istəmir. Belə deyək ki, İlxan bəy, zamanında türk diplomatlarının öldürülməsində, onlara qarşı sui-qəsdlərin həyata keçirilib icra olunmasında Fələstinin də iştirak olub. Əlbəttə iştirak olub. Məsələ burasındadır ki, Fələstinliləri niyə ərəb dünyası müdafiə etmir? Bax, götürək, ondan danışaq. Çünki məclislərdə oluruq, burada məsələn Kiyevdə onların bir Şam deyilən ərəb klubu var. Məsələn, orada Fələstinlilər gələndə heç kəs onların yanında əyləşmir. Elə bir ki, belə üzr istəyirəm, çox üzr istəyirəm, onlara nəsə çox pis münasibət var. Münasibəti mən soruşmuşam, mənim o klubun rəhbərindən, doktor Abdullahdan ki, axı nə deməkdir bu, mənası nədir, niyə siz belə bunları üzr istəyirəm, gənclərimiz demişən ignor edirsiniz. Bunlar deyirlər ki, İngiltərə, Britaniya protektoratına keçəndən sonra Fələstin, dediyim kimi, orada İsrail adında dövlət olmuyor. İsraillilər, yəni Yəhudilər var. Dövlətin ümumi adı tarixdə Fələstindir. Yəni, bunlar ağına bozuna baxmadan, Yəhudilər təbii ki, pul ayırdılar, Avropada yaşayanlar, bankerlər, nə bilim kimlər, biznes insanları, onlar vətənlərinə, yəni tarixi vətənlərinə hər bir İsraillinin, hər bir Yəhudinin canında, qanında bir İsrail dövləti qurmaq istəyi var idi. Dəyər dəyməzini öz torpaqlarını satdılar Yəhudilərə. Yəni, Fələstinliləri bəyənməməklərinin, Misirin, o bir bütün ölkələri, Yardanyalılar ümumiyyətcə nifrət eləyirlər. Birinə də oturum da vermirlər, heç bir, belə deyək ki, hiss olunmur ki, bunlar da ərəbdir. Yəni, belə bir çox onlara münasibət ikili, üçlü standart səviyyəsindədir. Yaxşı münasibət bəsləmirlər. Səbəb də bundan ibarətdir ki, bəs əgər siz belə vətənpərvər idinizsə, belə Fələstin pərəst idinizsə, belə torpaq pərəst idinizsə, öz torpaqlarınızı Yəhudilərə niyə satdınız? Və elə bir vəziyyət yarandı ki, 2-ci Dünya müharibəsi ərəfəsində və sonra həm də belə deyək, Yəhudilərə qarşı Almanların holokostu filan
Bunlar deməli kütləvi surətdə Fələstinlilər öz ərazilərin, öz mülklərin, öz torpaqların, yəni doğrudan da nəqdi pula satdılar Yəhudilərə. Yəhudilər üstünlük qazandı. Ona görə də 47-ci ilin may ayının 10-da ki, Fələstinin də iki dövlətin yaranması ilə bağlı BMT Baş Assambleyası qərar çıxardı. Qərara görə sayı daha çox olan, əhali sayı çox olan Yəhudilərə 50% ərazi verildi. 49% Fələstinlərə verildi. 1% də dediyim kimi Qüds şəhərinin qərbi və şərqi, yəni iki yerə bölündü. Ərəb dünyası o dəqiqə bildirdi ki, yox, biz bunu qəbul etmirik. İran İsraili tanıdı. Bax, həmən ki, bu İran kimlikləri var. İran, İsrail dövlətini ilk tanıyan qonşu dövlətlərdən biridir. Bunlar həqiqətdir, tarixi həqiqətlərdir. O ki, qaldı, məsələn, Netanyahunun həddən artıq, belə deyək, şiddətli olması, yaxud dediyim kimi, hakimiyyətdə qalmaq üçün o da şiddət göstərmək məcburiyyətindədir, belə deyək. Çünki Netanyahu tək Beynəlxalq Cinayət Məhkəməsində yox, həm də daxildəki, belə deyək, hüquq mühafizə orqanlarının da siyahısındadır, belə deyərdim, yaxud onların əməliyyat işlərindədir. Ona görə Netanyahu müharibəni davam etdirəcək. Bu, belə görsənir, hər halda hələ ki belə görsənir və buna rəvac verəndə İran mollalarıdır, təbii ki. Və bu gün yenə nəyə ehtiyac var ki, sən dünənləri raketlərdən hələ canı qurtarmamısan, hələ uçuntuların altındakı insanların hamısını çıxartmamısan, təxminən 5600 nəfər yaralanıb, 600-dən 40 nəfərdir, 30 nəfərdir, 50 nəfər. Özlərinin dediklərinə görə yəqin ki, azaldırlar. İran tərəfdə, çünki onların dilinə düz söz gəlmir. İran mollaları, ümumiyyətcə, düz danışmaq onlara üçün günah sayılır. Yəqin ki, onların inancı da elə inançdır. Heç zaman düz söz danışmırlar onlar. Və əgər doğrudan da bu müsəlman həmrəyliyidirsə, müsəlman qardaşlar, bacılar, 1,5 milyard olan özünüzə 1,5 milyard deyirik də, hamımız bu yerdə. Və bu Azərbaycanla bu həmrəylik niyə yox idi? Niyə yoxdur Azərbaycanla bu həmrəylik? Və yaxud digər regionlarla. Turandan, türkçülükdən danışan qardaşlar. Son 10 ildə Uyğurların sayı 2 milyon aşağı düşüb. Niyə? Uyğur kişiləri gözəl Uyğur qızları ilə evlənə bilməzlər. Gözəl Uyğur qızları Çinlilərdən övlad doğmalıdır. Millətlərin, qanların yeniləşdirirlər. Uyğurları, necə deyim, Uyğur olmamaq prinsipi ilə idarə edirlər. Mən çox bir regionları demirəm Çinin, elə bizə aid olanı deyirəm. Bu məsələlərdə niyə hardadır sizin müsəlman həmrəyliyiniz? Niyə bunları görmürsünüz? Niyə bu məsələlərdə körsünüz? Aydındır ki, pisləyirik Fələstində baş verənləri. Aydındır ki, hədsiz gücü pisləyirik. Aydındır. Amma axı, necə deyərlər, insaf da yaxşı şeydir də. Bu, Uyğurları da dəstək olaq, o biri xalqlara da dəstək olaq, hamısını. Yoxsa Fələstin məsələsini əlimizdə bayraq edib, qonşumuzda 2001-ci ildə, yadınıza gəlməz, siz çox gəncsiniz, İran İslam Respublikasının qırıcıları Heydər bəy gəlib çıxmışdılar, Səlyanla Neftçaların üstündə uçurdular. Bu həqiqətdir. Azərbaycanın su məkanını neçə dəfə pozublar. İran hərbi təlimlər keçəndə Araz çayının necə keçəcəyini, yəni onun üzərindən hərbi qüvvələrin şimal istiqamətində necə daşıyacağı ilə bağlı təlimləri bizim televiziyalar göstəriblər. Yəni, bunlar faktdır da, yəni burada bir gizli bir şey yoxdur. Niyə mən Azərbaycanlı olaraq, Azərbaycanı sevən biri olaraq istəməliyəm ki, mənim qonşumda, həm də aqressiv rejimdə nüvə silahı olmalıdır? Və nədən mən bunu istəməliyəm? Siz mənə izah edin görün, hansı şərtlər daxilində mən istəməliyəm ki, İranın həm də bərbaşdan məni qorxutduğu nüvə silahı olmalıdır. Demir, özümü müdafiə edəcəm. Deyək ki, mən bunu düzəldirəm, sizin hamınızı öldürəcəm. Nüvə silahı hücum silahı deyil axı. Axı, nə vacibdir? Niyə Türkiyə istəmir nüvə silahı? Azərbaycanı götürək. Mən Allahın olsun, tam səmimi deyirəm. Tətbiqi Fizika İnstitutunda işləmişəm. Alimləri də yaxşı tanıyıram, fizikləri. Elə bilsin, Azərbaycan nüvə silahı düzəldə bilməz. Bizim mən deyiləm, düzəldə bilər. Potensial da var, elmi potensial da var. Və bugünkü texnologiyaları almaq üçün resursları da var. Azərbaycan neft ölkəsidir, qaz ölkəsidir.
Və biz niyə demirik bunu yaxşı? Biz niyə istəmirik? Çünki nüvə silahı başdan ayağa problemdir. Nüvə silahı özünü hədəfə çevirməkdir.